Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan adaptiv, ağıllı svetoforlar quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Qeydiyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib. İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında, həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahim Paşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb. Bildirilib ki, ağıllı svetoforlar yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun yaşıl işığının müddətinin artıb azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir. Adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır. Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır. Nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandırda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır. Adaptiv svetoforlar yol hərəkəti iştirakçıları üçün səmərəlilik baxımından daha faydalı olacaq. Yəni, yolda nəqliyyat sıxlığı olmadığı vaxtlarda svetoforların yaşıl işığı daimi yanmaqla vaxt itkisinin qarşısı alınmış olacaq. Xarici təcrübəyə əsasən, adaptiv sistemlərin tətbiqi nəqliyyat sıxlığını 15-30% azaldır. Qeyd edilib ki, pilot layihənin nəticəsindən asılı olaraq ağıllı svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur.